5 stəkan un, 300 qram kərə yağı. Rəndələyirik. Rəndələdikdən sonra əlimizlə omac edirik. 1 paket vanil, 1 paket qabartma tozu, 3 yumurtanın sarısı, 230 qram xamam qarışdırıb yumşaq xəmir yoğururuq. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Xəmirimizi əlimizlə düzləşdiririk və 3 hissəyə ayırırıq. İkisini böyük, birini balaca. Kündələrimizi 30 dəqiqə soyuducuda saxlayırıq. 4 yumurtanın ağı, 400 qram şəkər. Mikserlə tam ağarana qədər qarışdırırıq. 300 qram qoz ləpəsi. Qarışdırıb içliyimizi hazırlayırıq. Birinci böyük xəmirimizdən yayırıq. Soba tavasının böyüklüyündə yayın. Kənarlarını əlimizlə düzləşdiririk. İçliyimizdən qoyuruq. Orta qata balaca kündəni yayırıq. Sonra üzərinə içliyimizdən əlavə edirik. Sonuncu qatımızı da yayıb kənarlarını düzəldirik. Üzərinə küt bıçaqla izlər qoyuruq, kəsmirik. 1 yumurtanın sarısı, 1 xörək qaşığı süd. Qarışdırıb vururuq üzərinə. Qozla bəzəyirik. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 20 dəqiqə bişiririk. Tam bişmir. Götürüb iz qoyduğumuz yerləri kəsirik. Sonra yenə sobaya göndərib 25 dəqiqə bişiririk. 50 qram kərə yağı, 3 xörək qaşığı balı birlikdə qarışdırıb əridirik. Tam bişmiş paxlavanın üzərinə balımızı vururuq. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.